çəkmədiyim üçün biraz peşmanam. Bəzi yerlərim ağrıyır, yandırır. Ona görə də siz belə eləməyin. Mən də daha eləyən deyiləm. Çimərliyə gedirəm, sizi də özümlə aparıram. Mən orada yemək üçün bir şey almaq istəyirəm. Ayda, bu nə səsdir? Mən nə vaxt vlog çəkirəm, həmişə arxa fonda qəribə səslər olur. Eşidirsiniz səsimi? Bu sürücülər yol hərəkət qaydalarını bilməyəndə çox əsəbləşirəm. Utanmasaydım, özümlə çay da aparardım çimərliyə. Günə kofesiz başlaya bilməyən insanlar var. Mən də günə çaysız başlaya bilmirəm. Yox, birinci su, çay ikinci sırada gəlir. Yəni əsas sudur, suyu aparmaq lazımdır. Suyu qoymuşam artıq çantaya. Bir də rəfiqəm çox gözəl qaralıb. Deyirəm, bəs mən belə qarala bilmirəm. Amma hansı ki, çimərliyə dəfələrlə gəlirəm və 2 saat, 3 saat orada vaxt keçirdirəm. O isə mənə dedi ki, SPF çəkmədən gəl. Mən nə bədənimə, nə də üzümə SPF vuran deyiləm. Yəni günəş qoruyucu istifadə eləməyəcəm bu dəfə. Onun yerinə yağ vuracağım. Məndə Johnson's Baby'nin yağıdır, adi uşaq yağıdır. İnşallah bugün qaralaram. Yeməklər də hazırdır. Gəlmişəm dayanacağa. Bir stansiyaya gedəcəm. Avtobusa səhv mindim. Bunu necə bacardım bilmirəm. Yəni halal olsun mənə. İndi gözləyirəm qız gəlsin. Dayanacaqda oturmuşam. Gəlsin, gedək. Dəniz əla keçdi. Dənizdə çox çəkiliş eləyə bilmədim. Amma super əla oldu. Hətta biraz axır ki qaraldım, elə hiss edirəm. Deməli SPF vurmadım nə üzə, nə bədənə. Ancaq Johnson's Baby uşaq yağı və hiss edirəm ki, həqiqətən də biraz rəngim bir tık daha tündləşibdir. İndi gedirəm evə. Belə gözəl. Və bunu demək istəyirəm ki, dənizə SPF-siz siz getməyin. Mən belə bir şeyi hər kəs eləsin demirəm. Sadəcə olaraq bu mənim qərarım idi və mən bunun məsuliyyətini götürürəm. Bu dəfə SPF-siz getmək istədim, amma yenə də deyirəm, belə bir şeyi məsləhət görmürəm, nə də ki, tövsiyə eləmirəm. Bu mənim şəxsi öz qərarım idi və özüm üçün belə eləmişəm, amma bunu hamıya məsləhət görmürəm. Yenə də siz dənizə gedərkən SPF-lərinizi vurun. Mən vurmamağın yaxşı bir şey olduğunu iddia eləmirəm. Artıq evə gəlmişəm. Dənizdə super vaxt keçirtdim. Hər birinizi öpürəm, qucaqlayıram. Səhifəmə abunə olmağı və bu videoya like qoymağı unutmayın.